Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir salat hazırlayacağıq. Yəni ikinci salatımız yeni il üçün şuba salatıdır. Bu şuba salatını ancaq biz balıqla hazırlayacağıq. Yəni qeyri-adi tam versin. Əsl balıqla. Çünki bu şuba salatını bizdə çox adam toyuğun döşəti ilə hazırlayır. Ancaq bunun əsl resepti balıqla olmalıdır. Ona görə deyirlər sage pat şuba. Ona görə bizə nələr lazımdır? Mən belə konservləşdirilmiş balıq istifadə edirəm. Yəni bunun sümük zadı adamın ağzında əriyir. Hə, balıq, göy soğan mən əlavə etmişəm. Siz istəsəz ona baş soğan da əlavə edə bilərsiniz. Kök, ondan sonra kartof, çuğundur. Hə, bir də yumurta. Yumurtamızı deməli bura qoymamışıq və soğutma bişmiş qabığı soyulmuş, belə deyərdim, yumurta. Təbii ki də mayonez olacaq belə iz salmaq üçün. Duz, yodda zövqə görə. İndi başlayırıq biz bunları hazırlamağa. Deməli birinci layımız, bax belə bir qaba qoymuşuq. İçərisinə deməli əziz izləyicilər, belə bir halqa qoyuruq. Xüsusi qabdır salat üçün, şirniyyatlar üçün. Biz bu kruqavoy edəcəyik. Deməli götürürük sürkəcimizi və başlayırıq. Birinci layımız bizim kartof olacaqdır. Başlayırıq sürkəcdən belə deyim keçirtməyə. Deməli əziz izləyicilər, gördüyünüz kimi baxın beləcə kartofumuzu sürkəcdən keçirtdik və hər tərəfinə yayıb üzərinə duz əlavə edirik zövqə görə və yod əlavə edirik. Yoddan sonra isə başlayırıq mayonezimizlə iz salmağa. Bax belə. İz salırıq. Bunu belirlədikdən sonra deməli əziz izləyicilər, götürürük balığımızı. Bax belə bu şəkildə belə hər tərəfinə doğrayırıq. Balıq buna xüsusi tam verir. Beləcə edirik. Əllə də əzib etmək olar. Çünki bu balıq gördüyünüz kimi beləcə əzilir. Yəni bax beləcə əllə də əzmək olar. Kifayətdir məncə. Balığı da belə elədikdən sonra üzərinə soğanımızı, yaşıl soğanımızı əlavə edirik. Bəx qeyd elədiyim kimi siz istəsəz baş soğan da əlavə edə bilərsiniz. Gördünüz əziz izləyicilər. Və başlayırıq yenə mayonezlə iz salmağa. Belə edirik. Deməli əziz izləyicilər, belə xətt saldıqdan sonra başlayırıq yumurtamızı keçirtməyə sürkəcdən.
Buramızda beləcə keçirdikdən sonra hər tərəfinə yayırıq ki düz olsun. Deməli əziz izləyicilər, belə etdikdən sonra üzərinə yenə zövqə görə bir azca süt əlavə edirik və bir azca da duz əlavə etdikdən sonra yenə mayonez deyirik. Və kökümüzü əlavə edirik. Yenə də sürkeçdən keçirdirik deməli salatımızın üzərinə. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax beləcə kökümüzü də etdik. Yenə də süt zövqə görə tökürük. Və duz biraz səpirik. Və yenə mayonez deyib sonuncu layımızı edəcək. Sonuncu layımız da təbii ki çuğundur olacaqdır. Beləcə edirik. Və çuğundurumuzu sürkeçdən keçirdirik. Sonuncu layımız bizim olacaqdır çuğundur. Deməli əziz izləyicilər, gördüyünüz kimi artıq çuğundurumuzu da hazırladıq və yekunlaşdırıb bəzək qoya bilərik. Və istəyirəm bura bu ilin ili olan 2026 yazam. Görün necə alınacaq. Şey alındı. Burada belə bəzəklər qoyaq. Belə. Burada da yəni zövqünüzə uyğun bəzi istəsəz, nə bilim, qarzat da çəkə bilərsiniz. Yeni ilə aid nəsə çəkə bilərsiniz. Baxın belə, gördünüz necə gözəl 26 alındı. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun və bunu da belə edib artıq çıxardırıq. Belə. Gördünüz əziz izləyicilər, necə gözəl 2026-cı ilin salatı alındı. Şuba salatımız. Görürsünüz necə gözəl. Belə, bu qədər. Sağ olun, salamat qalın.